Herkese salam. Sizi yeni bir proqramla tanış eləmək istəyirəm. Bu proqram vasitəsilə gəzərək pul qazanacaqsınız. Belə deyim, 150 min addıma 3 dollar, 4 dollar arası dəyişir. Qazanacaqsınız. Əvvəlcədən deyim ki, bu yatırım məsləhəti deyil. Yəni bunu məcbur deyilsiniz eləməyə. Sadəcə özüm elədiyim bir şeydir və sizə göstərirəm. İstifadə eləmək, etməmək öz seçiminizdir. Proqram belədir. Bu hal-hazırda bir də göstərim sizə. UHS'dir. Bunun linkini aşağıda videonun altında qeyd edəcəm və kommentlərdə də qeyd edəcəm. İşləmə sistemi çox rahatdır. Yəni arxa fonda işləyir. Quraşdırırsınız, icazələrini verirsiniz hamısını. Ondan sonra rahatlıqla istifadə edirsiniz. İcazələri vermək üçün üstünə basıb nida işarəsində qoyub icazələri verə bilərsiniz və ya digər yollarla da belə deyim özündən tənzimləmələrdən girib oradan edə bilərsiniz. Təsdiqləyə bilərsiniz icazələrini. Proqram belədir. Proqram arxa fonda özü üçün işləyir. Yəni cibinizdə hərəkət elətdirdikdə, ya gəzdikdə, ya da cibinizdə tamamilə işləyir. İstəsəz hərəkət də elətdirə bilərsiniz, əlinizdə elə də yığa bilərsiniz. Bu account hissəsinə girək. Account hissəsində məlumatlar da özünüz bilirsiniz. Friend hissəsində sizin referallarınızdır. Referal kodunuz aşağıda. Bu copy invite kod yazıb buradadır. Buradakı kodu kopyalayıb 171 64 35 your invite is bu hissəyə də yapışdırın. Yəni məndəki indi bu kodu sizə verəcəm. Bu kodu daxil olandan sonra proqrama bu hissədə yapışdırırsınız. Onda mənim referalım olaraq görsənirsiniz. Oradan mənə də komissiya gəlir və sizə də qazanc verir. Daha sonra giririk. Bununla göstərim. Bu Friends bölməsini göstərdim. Market bölməsində daxil olun. Market bölməsində daxil olun sonra skip edirik. Fastex hissəsinə daxil oluruq. Çəkim eləməkdən ötürü. Orderə basdıqda sizin cüzdan və ID adresinizi istəyir. Sizə ona görə də Fastex cüzdanı lazımdır. Fastex cüzdanını açmaq üçün sizə xarici pasport lazımdır. Deməli, buradan çıxırıq. Giririk Play Store-a. Play Store-da yazırıq Fastex. Gördüyünüz Fastex Wallet budur. Üzərinə daxil olun. Bu Fastex Walletdir. Bunu yükləyirsiniz. Yüklədikdən sonra açırsınız. Qeydiyyatları tamamlayırsınız. Xarici pasportla tamamlayırsınız. Çətin deyil. Qeydiyyatdan keçmək ümumən çətin deyil. Onu da bir də başdan çıxıb eləmədim deyə. Çətinlik olsa sizə Telegram qrupunu da qoyacağam altda və də paylaşdığım yerdə orada kommentdə də yaza bilərsiniz ya da YouTube kanalında paylaşacağım. Orada kommentdə yazarsınız. Mən sizə izah edəcəm. Fastex cüzdanı belədir. Bura girirsiniz Home-a, aşağıdan göstərim sizə. Home-a girirsiniz. Yuxarıdan bu hissəyə basırsınız ki, cüzdanı tamam təsdiqləyəsiniz. Burası sizin məlumatlarınızdır hamısı. Burada bəzi şeylər, kartlardır, çıxartmaqdır, referallardır, bunlar heç. Sizdə bu hissədə məlumatlarınızdır. Girirsiniz bura. Burada görürsünüz, məndə təsdiqlənib. Xarici pasportdan təsdiqləyirsiniz. Təhlükəsizlik bu hamısını şeysiz. Yaşlı olduqda xarici pasportla təsdiqlənir. Buradan necə çıxardırsınız? Mən buradan yuxarıdan sizə çıxarışları da göstərə bilərəm. Hal-hazırda görürsünüz. 3 VTN olduqda çıxardıram mən ki, belə deyim sizə, şey olmasın. Əlavə komissiya tutmasın. Mən daha çox bitgətə çıxardıram. Komissiyam çox getməsin deyənə. Belə deyim. Bunlar çıxarışlarımdır və proqramdan mənə gələnlərdir. Girirsiniz walletə. Buradan depozitə basırsınız. Depozit kriptoya basırsınız. VTN seçirsiniz. Bu Muhammed adres seçirsiniz. Bu adresi kopyalayırsınız. Girirsiniz UHS proqramına. Orderə basırsınız. Burada ID-ni yazırsınız. Fastex'in ID-ni. Burada cüzdanı yazırsınız. Orderi basdıqda göndərir. Girək Fastex-i. Gəlir düşür bura. Çox və sarı nida görəcəksiniz. Sarı nida olanda orada üstünə basırsınız. İkinciyə basırsınız. İkincidə isə wallet, create wallet yazır. Ona basırsınız. Oradan da ad familinizi quş işarəsi var. Belə deyim, qoyursunuz. Qalıçqa da deyirlər, quş işarəsi də deyirlər.
Onu basırsınız. Ondan sonra təsdiqi verdikdə FTN gəlir, oturur balansa. ID hissəsi də buradadır. Girirsiniz buradan yuxarıya. Bu hissəyə daxil olursunuz yuxarıdakı. Görürsünüz ID yazıb. ID hissəsini buradan da götürüb oraya yapışdırırsınız. UHZ yapışdırırsınız. Yuxarıda yapışdırırsınız və orderi basırsınız, hesabınıza gəlir. Mən sizə çıxarışlarımı göstərim. Buradan bir dəqiqə. Haradaydı? Ha, bu da çıxarışlarım buradadır. Aprelin 7-si, bugün ayın neçəsidir? Onu da 7-si çıxartmışam. Martın 30-u, 22-si. Demək olar bir həftədən bir hardasa çıxardıram. Və referallar sayınız da çox olsa sizə çox xeyri verəcək. Əlavə proqram yox, cihazlardan və ya nədənsə istifadə edib. Mən günlük 25.000, daha doğrusu 25.000 deyirəm, 30.000-dir günlük addım sayı. Mən aparatdan istifadə edirəm. Ona görə də rahat olur mənim üçün. Sonra burada sizin üçün lazım olan məlumatlar. Əsas isə budur. Referal kodunuz buradan götürürsünüz, yapışdırırsınız. Copy invite kod. Bu kodu mən sizə verəcəm. Siz burada həmin kodu buraya yapışdırın ki, profiliniz aktiv olsun və işləsin. Həm referal olaraq məndə görsənəcəksiniz, həm də profiliniz aktivləşəcək. Eyni zamanda özünüz də bu hissədən kopyalayırsınız, özünüzdə olan linklə paylaşırsınız. Burada Telegram qrupumu da atacağım. Telegram qrupundan girib oradan da götürə bilərsiniz linkləri. Hal-hazırda buradadır. Görürsünüzsə. Play Store'dur. Bunu da onsuz da yazacağım videoda və Telegram qrupunda qoyacağım. Çox vaxtca çıxan şeylərin hamısını burada paylaşırım. Bu belə. Başqa. Fastix cüzdanından çəkmək üçün. Fastix cüzdanından Bitget varsa Bitgetə çəkə bilərsiniz. Əsasən Bitgetə çəkmək olur. Çünki Bitgetdə var. Bitgeti də necə edirsiniz? Girirsiniz. Qeydiyyatdan keçəndən sonra mən onun da linkini atacağım. Qeydiyyatdan keçdikdən sonra girirsiniz Add Funds. Assets'dən Add Funds'a girdiniz. Deposit Crypto. Yuxarıda search hissəsinə FTN yazırsınız. FTN'i seçirsiniz. Adresi kopyalayırsınız. Girirsiniz Fastix cüzdanına. Fastix cüzdanına walletə gəldiyi üçün walletə gəldiyi üçün aşağıda göstərirəm. Burada FTN'i götürsün. Mən göndərmişim deyəni yoxdur. FTN'i seçir, üstünə basırsınız. Withdraw'a basırsınız. Misal üçün. İndi mən bu düşünün ki FTN'dir. Seçirsiniz. Send to crypto adres. Burada birincidə adresi yapışdırırsınız və burada da bu hammayeti seçirsiniz bunu. Seçdiniz. Max'a basıb göndərməni basırsınız. Bu qədər sadə. Sizə də orada istəklər verəcək. Məsələn, kodlar istəyəcək sizdən. Autector və Gmail-ə gələn kodu ki göndərməkdən ötürü. Autector da budur. Autector'ı aktiv eləməyi unutmayın. Burada gördüyünüz bu belə bir şeydir. Bunun içərisində kodlar olur. Saniyə və saniyə, 30 saniyədən bir dəyişən kodlar olur. Onlarla yazıb göndərirsiniz. İstifadəsi çox rahatdır. Yəni sizə deyim, elə bir çətinlik yoxdur. İstifadə edə bilərsiniz rahatlıqla. Və dəfələrlə çəkim eləmişəm. Uzun müddət düzdür paylaşmırdım. Ya doğrusu bu kanalımın ilk videosudur. Dəstək olarsınız, bəyənərsiniz, abunə olarsınız. Yeni bir şeylər çıxdıqca mən sizinlə paylaşacağım. Mən qazandıqca çalışacağım, hər kəs qazansın. Bu qədər minnətdaram axıra qədər izlədiyiniz üçün. Yenə də deyirəm, bunu eləməkdə məcburiyyətiniz yoxdur. Heç kəsə məcbur deyil. Yəni bu sadəcə mən özüm qazanıram. Qazandığım üçün də mən paylaşıram ki, bundan qazanıram. İstifadə edib eləməmək sizin öz seçiminizdir. Xarici pasportu olmaq şərtdir. Çünki Fastix cüzdanına xarici pasport lazımdır və Bitget hesabına pasport lazımdır. Bunların hamısının linklərini aşağıda kommentdə və şeydə atacağam. Məlumatlar bölməsində atacağam ki, rahat istifadə edə bilərsiniz. İzlədiyiniz üçün minnətdaram. Bəyənməyi və abunə olmağı unutmayın.